İzahlı test toplusu, isim mövzusu 16-cı hissə. 78-ci sual choose a correct sentence. Düzgün cümləni seçin. That sportsman a volleyball champion. Görür burada sportsman idmançılar mənasını verir. Sportsman idmançıdır, sportsman idmançılardır. That tək isimlərlə işlənir. A bəndi ona görə səhvdir. This sportsman sözü S şəkilsini düzəlmir. Mənə çevrilir. B bəndi səhvdir. C bəndə this sportsmen are volleyball champions. Buralar düzdür, amma champion sözü çempionlar cəmdədir. Ona görə onun qarşısında qeyri-müəyyən artikel işlənə bilməz. Qeyri-müəyyən artikel tək sayıla bilən isimlərin qarşısında işlənir. C bəndə səhvdir. These sportsmen are volleyball champions. Bu idmançılar voleybol çempionlarıdır. Bu cümlə doğrudur. D bəndi doğru cavabdır. Y bəndi niyə səhvdir? These sportsmen. Burada sportsmen idmançılar cəmdədir. These tək isimlərlə işlənir. Y bəndi ona görə səhvdir. 79-cu sual. Choose a correct sentence. Those young women have a very nice children. Children uşaqlar mənasını verir. Cəmdədir. Qarşısında qeyri-müəyyən artikel işlənə bilməz. Qeyri-müəyyən artikel sayıla bilən tək isimlərin qarşısında işlənir. Cəmdə olduğuna görə qeyri-müəyyən artikel işlənə bilməz. A bəndi səhvdir. That young women. Women qadınlardır. Woman qadındır. Women qadınlardır. Ona görə that tək isimlərlə işlənir. Ona görə B bəndi səhvdir. Those young women have very nice children. Bu gənc qadınların çoxlu qəşəng uşaqları var. Burada those işlənir. Cəmi isimlərlə düzdür. Children cəmdədir. Artikeldə işlənmir. C bəndi doğru cavabdır. D ilə Y niyə olmaz? Those young women. Woman cəmi xüsusi yolla düzələn isimdir. Ona görə woman qadındır. Women qadınlardır. S şəkilsi qəbul eləmir. D bəndi ona görə səhvdir. Y bəndi those young women. Those young women have a very nice children. Və children uşaqlar cəmdədir. Qarşısında qeyri-müəyyən artikel işlənə bilməz. Y bəndi ona görə səhvdir. Doğru cavab C bəndidir.